Gəlin Azərbaycan millisinin İslandiya ilə oyununa qısaca nəzər salaq. Millimiz dünya çempionatının seçmə mərhələsində İslandiyaya 0-2 uduzdu. Amma sual budur, bu sadəcə növbəti bir məğlubiyyətdir, yoxsa bəlkə də daha böyük bir planın parçasıdır. Birincisi, oyunun taleyi demək olar ki, elə ilk yarıda həll olundu. Və bu bizim köhnə problemimizi yenə göstərdi. Fiziki cəhətdən güclü rəqiblər. İslandiyanın təzyiqi altında müdafiəmiz açığı kobud səhvlərə yol verdi. Hər iki gol, xüsusən də ikinci gol, təmiz diqqətsizlik nəticəsi idi. İkincisi, ikinci hissədə komanda canlansa da son zərbə problemi hələ də qalır. Yəni, hücumda daha aktiv idik. Amma fürsətləri dəyərləndirə bilmədik, Anatoli Nuriyevin boş qapıdan topu kənara vurması isə yəqin ki, bu problemin ən bariz nümunəsi idi. Yaxşı ki, qapıçımız Aydın Bayramov var idi, yoxsa hesab daha böyük olardı. Və nəhayət, baş məşqçi Ayxan Abbasovun reaksiyası. O, bu uduzmağı faciə kimi görmür. Əksinə, deyir ki, bu uzun müddətli bir strategiyanın hissəsidir. Əsas məqsəd dünya çempionatı deyil, komandanı gəncləşdirib Millətlər Liqasının C divizionuna qayıtmaqdır. Yəni, öz səviyyəmizdəki komandalarla oynayıb, gələcək üçün daha real bir yol cızmaqdır. Bir sözlə, bu oyun təkcə nəticədən ibarət olmadı, həm də komandanın indiki zəifliklərini və gələcək üçün fərqli bir yol tutduğunu göstərdi.